Salam dostlar, Nicat Xaç kanalına xoş gəlmisiniz. Bu gün sizə dünyanın ən qədim və ən sürətli inkişaf edən avtomobil brendlərindən biri olan Çangan haqqında tam bir tarix hekayəsini danışacağam. Bu marka aradan başladı. Necə oldu ki, hərbi zavoddan çıxıb bu gün elektrik və SUV bazarının liderlərindən birinə çevrildi. Çanganın tarixi 160 ildən çox əvvələ 1862-ci ilə gedib çıxır. Çinli dövlət adamı Li Hongzhang tərəfindən Şanxayda hərbi texnika istehsalı üçün Şenğay arsenalı qurulur. Bu zavodun əsas işi silah, top və digər hərbi avadanlığı istehsal etmək idi. O dövr üçün bu zavod Çinin ən böyük sənaye mərkəzlərindən birinə çevrilir. Bu gün Çangan brendi kimi tanıdığımız şirkətin kökü tam olaraq bu hərbi zavoda dayanır. Yeni marka mülki avtomobil istehsalına keçməzdən əvvəl uzun illər dövlətə hərbi texnika təmin edib. İkinci Dünya müharibəsindən sonra Çin öz sənaye sistemini yenidən qurmağa başlayır. 1950-ci illərdə Çangan zavodu hökumət tərəfindən modernləşdirilir. 1957-ci ildə şirkət öz ilk mülki nəqliyyat vasitəsini kiçik yük avtomobilini təqdim edir. Bu Çanganın avtomobil sektoruna rəsmi girişidir. 1960-70-ci illərdə şirkət daha çox mini avtomobil, yüngül yük maşınlar və taksi modelləri hazırlayır. Bu dövrlərdə Çangan daha çox ölkə daxilində istifadə üçün istehsal edir və hələ dünya səhnəsində deyil. 1980-ci illərdə Çin iqtisadiyyatını xarici şirkətlərlə açmağa başlayır. Bu zaman Çangan üçün böyük fürsət yaranır. Suzuki ilə əməkdaşlıq. Bu ortaqlıq Çanganın taleyini necə dəyişdi? Suzuki öz kiçik avtomobil texnologiyasını Çangana ötürdü. Çangan isə böyük Çin bazarına giriş imkanı verdi. Birgə hazırlanan modellər ölkə daxilində partladı və satış rekordları qırdı. Çangan bu dövrdə böyük istehsal gücü qazandı və özünə güvənməyə başladı. Bu illər şirkətin ən kritik inkişaf mərhələsi idi. Çangan artıq Çin daxilində ən sürətli böyüyən marka kimi tanınmağa başlayır. 2000-2015-ci illərdə dünya səhnəsinə çıxış. Yeni miniliklə birlikdə Çangan artıq Çin brendi olmaqdan çıxıb beynəlxalq sahəyə addım atmağa qərar verir. Bu dövrün nailiyyətləri: Ford, Mazda və Peugeot ilə əməkdaşlıqlar. Çangan bu dövrdə bir neçə beynəlxalq marka ilə ortaq zavodlar qurur. Bu da texnologiya və istehsal keyfiyyətinin artmasına səbəb olur. Seriyalı SUV-lərin yaradılması. CS35, CS55 və CS75 modellərinin Çangandan tam dönüş nöqtəsi olur. Bu modellər sadəcə Çin bazarına yox, Qazaxıstan, Rusiya, Yaxın Şərq, Latın Amerika kimi bazarlarda da fəth edir. İstehsalat gücünün partlaması. Bu dövrdə Çangan ildə milyonlarla avtomobili istehsal edən şirkətə çevrilir. Artıq top 10 dünya markası siyahısına daxil olur. 2015-2024-cü illər elektrik dövrü və yeni nəsil texnologiyalar. Son illər Çangan innovasiya yarışında geri qalmamaq üçün böyük sərmayələr qoymağa başlayır. Deepal Shenlan elektrik alt brendi yaradılır. Bu marka xüsusilə Tesla və BYD ilə rəqabət aparmaq üçün qurulub. Avatar brendi, Huawei və Cattle tərəfdaşlığı. Bu brend Çanganın ən texnoloji məhsuludur. Huawei elektron sistemləri, Cattle bateriyaları və Çangan istehsalı. Elektrik SUV və sedan modelləri dünya bazarına çıxır. Artıq Çangan elektrik avtomobilini ixrac edən ən böyük Çin şirkətlərindən biridir. Bugünkü Çangan niyə bu qədər populyardır? Bugün Çangan ildə 2 milyondan çox avtomobil satır. 60-dan çox ölkəyə ixrac edir. 16 tədqiqat mərkəzinə sahibdir. 40 min mühəndis işləyir. Elektrik avtomobil sahəsinə milyardlarla investisiya qoyur və ən vacibi qiymət-keyfiyyət balansına görə dünya brendlərini sıxışdırır. Dostlar, Çanganın 160 ildən artıq yol gələn bu hekayəsi onu göstərir ki, hər bir böyük brendin arxasında uzun və maraqlı bir tarix dayanır. Hərbi zavoddan başlayıb bugün dünya səviyyəli elektrik avtomobil istehsalçısına çevrilmək bu həqiqətən inanılmazdır. Belə videoların davamı üçün videonu bəyənin. Nicat Xaç kanalına abunə olun və növbəti videoda hansı markanı görmək istədiyinizi yazın.